Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İbadallah, usikum və nafsi bi təqvallah. Əziz müminlər, bir daha özümü və sizləri ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Allah mütəal bizləri təqvalı yaşamaqda müvəffəq eləsin inşallah. Bəli, Kərbəla bizə bir çox dərslər öyrətdi. O dərslərdən də biri ümid idi. Ümid və hər vaxt Allaha təvəkkül eləmək, hər vaxt Allaha arxayın olmaq, Allaha söykənmək. Həyat yolumuz bəzən çətinliklərlə, bəzən qorxularla, bəzən narahatçılıqlarla dolu olacaq. Gələcəyin qeyri-müəyyənlikləri, dünya hadisələri, şəxsi itkilərimiz, iqtisadi və yaxud sosial çətinliklər insanın ruhunu bəzən sarsıdır. Bəzən qəlbimizdə narahatçılıqlar yaradır. Bəzən böyük müsibətlərlə qarşılaşanda, bəzən böyük bir çətinliklər, böyük bir itkilər görəndə sarsınırıq sanki. Biraz elə bir ümidlərimiz azalır. Amma Allah Teala bizə göstərir ki, hər bir sınaq, hər bir çətinlik, hər bir itki müminin imanının möhkəmlənməsi üçün bir vasitədir. Allaha yaxınlaşması üçün bir vasitədir. Quran-ı Kərim buyurur: "Və lənəbluvannakum bi şey'in minəl xawf vəl-cu' vən-naqsin minəl amval vəl-anfus vəs-samarat və bəşşiris-sabirin." Sizi mütləq biraz mal itkisi, biraz xəstəlik, biraz qıtlıq, biraz can itkisi ilə biz imtahan eləyəcəyik. Peyğəmbər müjdə ver səbr eləyənlərə. Ellezine iza asabethum musibetun qalu inna lillahi və inna ileyhi raciun. Onlar ki, onlara bir ağır müsibət üz gətirdi, bir böyük bir itki baş verdi. O insanlar deyərlər inna lillahi, biz Allahdan idik və Allaha da qayıtdıq. Yəni bunu Allah tərəfindən olduğunu və qayıdış da Allah dərgahına olduğunu dərk eləyənlər, başa düşənlər. Bu ayə açıq şəkildə bizə göstərir ki, çətinliklər həyatımızın ayrılmaz bir hissəsidir. İtkilər həyatımızın ayrılmaz bir hissəsidir. Mömin şəxs odur ki, duruşu sabit qalacaq. Bu çətinliklərin müqabilində sarsılmayacaq. Və Kərbəla bizə bunu öyrətdi. Kərbəla bizə bunu öyrətdi ki, Kərbəlada istər Həzrəti İmam Hüseyin əleyhissalam, istər xanım Zeynəb salamullahi əleyhissalam və Kərbəlada olan hər bir insan o böyük çətinliklər, o böyük müsibətlərin qarşılığında bir an sarsılmadılar. Bir an ümidləri azalmadı. Bir an ümidsizliyə düşmədilər. Daha imanla irəli getdilər. Daha gələcəyə inamla baxdılar. Bəlkə hər tərəfdən işıqları onların üzünə bağlamışdılar. Bəlkə orada olan insanlardan başqa heç kimin gələcəyə inamı qalmamışdı. Bəlkə orada çox az sayda insandan başqa insanlar düşündü ki, daha Əhl-i-Beytin məktəbi söndü. Çünki artıq hamısını şəhid ediblər. Bir dənə qalan İmam Zeynəl Abidin əleyhissalamdır. Bu da xəstədir. Bu da elə bir vəziyyətdədir ki, heç bir şansı, heç bir imkanı yoxdur. Heç bir təbliğ imkanları qalmıyor. Heç bir insanlarla ünsiyyət qurmaq şansları qalmıyor. Belə bir zamanda ümidsizliklər gəldiyi bir zamanda mömin şəxslər daha ümidlə idi. Daha gələcəyə çox ümidlə baxırdılar. Ona görə şeytan daim qəlbimizdə belə bir qorxular yaradır. Ümidsizlik qorxusu. Belə bir qorxular nə olacaq, necə olacaq sualları zehnimizdə yaradır. Necə olar birdən? Mənim ruzum hardan gələr? Mən necə dolanaram? Məni qarşıda hansı məsələlər gözləyir? Bu suallar insanın şeytan tərəfindən qəlbində yaradılmış ümidsizlik alovlarıdır və insanı sarsıda biləcək suallardır bunlar. Hər insanın Allaha etimadı olsa, Allaha yəqini olsa, o zaman narahat olmaz. Əziz Peyğəmbərimiz buyurur, Allaha həqiqi təvəkkül etsəydiniz, Allah sizə quşları rozləndirdiyi kimi sizə rozləndirərdi. Necə ki, quşlar səhər yuvalarından ac çıxıb gedirlər, amma toq qayıdıb gəlirlər yuvalarına. Allah sizə də bu cür nəruzi qapıları açacaq və Allah hər kəsə yol açandır, Allah hər kəs üçün yol göstərəndir. Quran-ı Kərim buyurur,
لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ وَلَاِنْ كَفَرْتُمْ اِنَّ عَذَابِ لَشَدِيدٌ. Əgər Allaha şükr eləsiniz nemətlərinin müqabilində, Allah nemətlərini sizin üçün artıracaq. Yox, əgər küfr eləsiniz, ya kafir olsunuz və yaxud Allahın nemətlərinin müqabilində nankör olsunuz. Allah nemətlərinin müqabilində nankörlüğü Allah küfrlə bərabər gətirir ayə-i şərifədə. Yəni, hə kafir ol, Allahı inkar elə, hə Allahın nemətlərinin müqabilində naşükür ol, nankör ol, deyir, bunlar elə eyni şeydir, elə mənə küfr eləmiş qədərsən. Allah nemət verir. Sən o nemətin qədrini bilməlisən. Allah peyğəmbər göndərir, Allah iman göndərir. Bu nemətlərin qədrini bilməlisən. Bu nemətlərin qədrini bilmirsənsə, elə sən küfr eləyirsən. Elə Allaha kafir olursan. Bu nemətlərin müqabilində Allah buyurur, əgər şükür eləsiniz, mən o nemətləri sizin üçün artıracam. Artıracam, yəni gücləndirəcəm. Yəni, qəlbinizdə ona etimadı möhkəmləndirəcəm. Yox, əgər naşükür olsunuz, o nemətlər üçün əlinizdən gedəcək. O nemətlərə əliniz yetməyəcək. Necə ki, zaman insanlar, məsum imamların qədrini bilmədilər, artıq 1300 ildən çoxdur ki, bir imama əlimiz yetişmir. Bu bizim nankörlüğümüzün, biz İslam ümmətinin nankörlüğünün nəticəsidir ki, Allah dedi, siz 11 imam öldürə biləcək qədər tənəzzül etmişsiniz. Sizin imamsız qalmaq cəzavızdır. Və belə bir zaman mömin gərək öz üzərində islahatlar aparsın, Allaha etimadın gücləndirsin və çətinliklər mömini gərək sarsıtmasın. Həzrət Əli əleyhissalamın bir sözü ilə sözümü yekunlaşdıram. Qorxunun barəsində deyir, o qorxduğunuz şey əgər hələ baş verməyibsə, o zaman ondan niyə qorxursunuz ki? Məsələn, bəzi insan görürsən, ölüm qorxusu olur. Birdən ölərəm. Deyir, əgər hələ bu şey baş verməyibsə, niyə qorxursan bunu insan? Həzrət buyurur, yox, əgər bu şey baş veribsə, o zaman qorxmağın nəyi dəyişəcək? Yəni, nə baş verməyən hadisə barəsində içimizdə götür-qoy eləyirik, qorxuruq, bu bir şey dəyişmir, baş verəcəksə verəcək, verməyəcəksə zaten verməyəcək. Niyə mən onun dərdini çəkirəm? Və yaxud bir hadisə artıq baş verirsə, misal mənim əcəlim artıq yetişibsə, bu qorxu mənim üçün nəyi dəyişə biləcək? Mən zaten gedəcəyim. Ona görə Həzrət Əmir əleyhissalam vurur ki, mömin gərək etimadı, ümidi, Allaha təvəkkülü yüksək səviyyədə olsun ki, inşallah heç bir çətinliklər, heç bir sınaqlar möminləri ruhdan salmasın. Allahın belə izzətinə, cəlalına, əzəmətinə möminləri Allah izzətli qərar versin inşallah.